Ultimate Frisbee üçün sadələşdirilmiş qaydalar. Oyun meydançası. Meydança oyunun keçirdiyi sahədir. End zone, hədəf zonları. Oyun meydançasının kənarlarındakı müəyyən edilmiş sahələrdir. Oyun meydançasını qurmaq üçün nəzərə çahar-paçah əşyaları meydançanın 8 küncünə yerləşdirərək oyun sahəsini və hədəf zonlarını müəyyən edin. Komandalar. Oyun ən azı 4, ən çoxu 9 oyunçu olmaq şərti ilə 2 komanda ilə oynanılır. Əksər hallarda hər komandada 7 oyunçu olur. Hər iki komandada oyunçuların sayı eyni olmalıdır. Oyunun başlanması. Oyunu başlamaq üçün hər iki komanda hədəf zonlarında cəmləşir. Oyunu başlamaq üçün frisbeyə sahib komandanın oyunçusu frisbini qarşı komandaya atır. Frisbe atılan andan etibarən komandalardan biri hücum, digər isə müdafiə vəzifəsini daşıyır. Atılan frisbini tutan komanda hücuma keçir, digəri isə müdafiə olunur. Frisbinin oyun zamanı hərəkəti. Frisbe hər hansı istiqamətdə atıla bilər. Oyun zamanı frisbeyə sahib oyunçu frisbe ilə hərəkət edə bilməz. O, frisbeyə sahib olduğu mövqedən frisbinin digər komanda yoldaşına pas atmalıdır. Frisbeyə sahib oyunçu onu başqa oyunçuya əldən ələ ötürə bilməz. Frisbe havaya atılaraq başqa oyunçuya ötürülməlidir. Frisbe havada olduğu müddətdə hər iki komandanın oyunçuları ona sahib ola bilər. Hər hansı komandanın oyunçularından biri frisbini tutarsa, onda başqa oyunçular frisbini ondan almağa çalışmamalıdırlar. Frisbini tutan oyunçu 10 saniyə ərzində frisbini başqa oyunçuya ötürməlidir. Qarşı komandanın oyunçusu isə frisbeyə sahib oyunçuya ən azı 3 metr yaxınlaşıb onu blok etməli və saniyələri saymalıdır. Yalnız bir oyunçu, bir oyunçunu müdafiə blok edə bilər. Bu iki oyunçu, frisbeyə sahib oyunçu və onun blok edən oyunçu arasında bir frisbe qədər məsafə olmalıdır. Hal qazanma. Hücumda olan komandanın hər hansı oyunçusu əgər frisbeyə qarşı komandanın hədəf zonasında sahib çıxarsa, onda hal qazanır. Frisbini tutan oyunçunun hər iki ayağı tutma zamanı hədəf zonası daxilində olmalıdır. Halı qazanan komanda frisbini tutduğu hədəf zonasında qalır, digər komanda isə qarşı tərəfə keçir. Halı qazanan komanda oyuna frisbini qarşı tərəfə ataraq başlayır və müdafiə olunur. Oyun 15-ə kimi davam edir. İlk yarı isə hər hansı komanda 8 hal qazananda bitir. İlk yarıda son hücuma edən komanda ikinci yarıya müdafiə olunan komanda kimi çıxır. Kontaktsız idman növü. Bütün oyunçular oyun zamanı fiziki kontaktda olmamalıdırlar. Hücumun istiqamətinin dəyişməsi. Aşağıdakı halların biri baş verərsə, hücum edən komanda frisbini itirir və qarşı tərəf hücuma keçir. Frisbe yerə düşür. Frisbe oyun meydançasından kənar çıxır və hər iki ayağı meydanda olmayan oyunçu frisbini tutur. Müdafiə olunan komanda frisbini blok edir və onu havada olarkən tutur. Yuxarıdakı halların biri baş verərsə, müdafiə olunan komanda frisbini ələ keçirir və hücuma başlayır. Əgər frisbe hədəf zonasından kənar düşür, frisbeyə sahib olan qarşı komanda onu hədəf zonasının həddindən atır. Oyunçu dəyişiklikləri. Hər bir hal qazanıldıqdan sonra oyunçu dəyişikliyi etmək olar.
Oyunun ruhu. Oyunun əsas məqsədi odur ki, oyunçular həm oyun zamanı, həm də oyundan sonra bir-birlərinə qarşı hörmətlə və dostcasına rəftar etsinlər.